Ölkəmizin cənub bölgəsində xalq tətbiqi sənətinin qədim növlərindən biri olan ağacoyma sənəti bu gün də yaşadılır. Bu sənətlə məşğul olan sənətkarlardan biri də Lənkəran sakini Samir Həbibovdur. O, uzun illərdə ata-baba sənəti olan ağacoymanı yaşadaraq milli mədəniyyətin qorunmasına töhfə verir. Samir Həbibov bu qədim sənətin incəliklərini hələ uşaq yaşlarından atası Etibar Həbibovdan öyrənib. 10 ildir bu işi görürəm. Çeşidlərimi, sayım biraz çoxalıb, fərli-fərli. Düzəltdiyim çox şey var. Qabaqlar daha çox milli suvenirlər satışı daha çox olurdu. İndi saatlar düzəldirəm. Biraz saata daha çox sayını atmışam. Saatında çeşidləri, ölçüləri fərli-fərli. Hər ölçüdə saat düzəldirəm, qol saatı da düzəldirəm. Əsasən saatlar üçün armud ağacıdır, qoz ağacıdır. Samir Həbibov 2017-ci ildən etibarən Masallı şəhərində yerləşən Asan Həyat kompleksinin nəzdində fəaliyyət göstərən Abad ailə biznesinə Asan dəstək mərkəzi ilə əməkdaşlıq edir. Sənətkarın hazırladığı əl işi suvenirlər hazırda Abadın satış şəbəkəsi vasitəsilə istehlakçılara təqdim olunur. Biraz getdim, müraciət edirəm, özüm getdim. Onda dediyim kimi bu qədər çeşid yox idi. Həm də məndə biraz çeşidlər, ölçüləri böyük. Başladım belə daha xırda milli suvenir alətlər düzəltməyə. Ondan belə işləyirdi, neçə illərdir. O, işinin zəhmətli olmasına baxmayaraq, fəaliyyətini daha da genişləndirməyi planlaşdırdığını, gələcəkdə xüsusi emalatxana açmaq və əl işlərinin xarici ölkələrdə satışını təşkil etmək niyyətinin olduğunu da əlavə edir.